Əvvəla hər kəs salamlayıram. Bura Gəncə şəhəri Şeyx Zamanov küçəsi 3 saylı Trestin yataqxanasıdır. Bura bizim binamızın arxa hissəsidir. Qəzalı bir şəraitdir. Görə bilirsiniz yəqin ki. Baxın, burada bizim binamızın həyətidir. Görə bilirsiniz ki, nə cür bir şəraitdir. İnsanlar burada nə cür əziyyət çəkir. Həmçinin mən özüm də İmanov Rusif Çərkəzoğlu 5 ildir bu binada yaşayıram və burada mən 3 qız övladı böyüdürəm. Baxın, belə bir qəzalı bir binadır. Və mənim istəyim odur ki, bizim ölkə rəhbərimiz, Cənab Ali Baş Komandanımız İlham Əliyevdən kömək istəyirəm. Bizim Ağdərə rayon Həsəniz kəndindən evlə təmin olmağına görə. Baxın, belə bir şəraitdəyik. Yəni, uçub tökülüb gedir bina. Bax, görürsünüz də, bax, nə bir vəziyyətdəyik. Bütün binanın hər bir yerində uçuq bir yerlər var. Yəni, belə bir vəziyyətdə bu binada mən 3 uşaq böyüdürəm. Burada bizim ümumiyyətcə qazımız da yoxdur. Yəni, bu binaya qaz gəlmir. Bizim istilik sistemimiz pletkadır. Bəzilərində baxın, belə bir odunla isinmədir. Görürsünüz yəqin ki. Belə bir şəraitimiz var. Və biz burada bu 3 saylı Tresin yataqxanasında qapı 32 ünvanında yaşayırıq. Bizim yaşadığımız bir otaqdır. Belə bir otaqda yaşayırıq. Hemen bayaq vurguladığım kimi qeyd etmişəm. 3 qız övladı böyüdürəm bu otaqda, bir otaqlı evdə. Belə bir şəraitdəyik. Və dəfələrlə tökülür bura. Düzəldirik bir də tökülür. Yəni, heç bir yönümüz yönlərimiz yoxdur buranı düzəltməyə. Baxın. Çox möhtərəmli Prezident İlham Əliyev, sizə üst tutub deyirəm, mən bu evdə gələcəyin həkimini, gələcəyin müəlliməsini, gələcəyin jurnalistini böyüdürəm burada, bu evdə. Xahiş edirəm, mənim işimə baxılsın. Dəfələrlə aidiyyatı orqanlara üst tutmuşam. Heç kim işimizə baxmayıb. Və sizdən artıq dərəcədə xahiş edirəm. Yəni, biz belə bir şəraitdəyik. Baxın, bura bizim balaca bir yerdir. Üzr istəyirəm, həm sanitar qovşağımızdır, həm də balaca bir hamam kimi bir yerimizdir. Baxın, belə bir şəraitdəyik. Hər yer açıq, buzxana. Yəni, yer belə beton. Yəni, mən burada 3 dənə qız övladı böyüdürəm. Özüm də Kəlbəcər rayon sakiniyəm. Kəlbəcər rayonu Ziver kəndindənəm. Bayaq qeyd etdiyim kimi, adım İmanov Rusif Çərkəzoğlu. 1998-ci ildə Gəncə şəhərində anadan olmuşam. Və 5 ildir bu binada yaşayıram. Baxın. 5 ildir mən bax burada əziyyət çəkirəm. Baxın. Xahiş edirəm, bizi Ağdərə rayon Həsəniz kəndində evlə təmin etməyimizə köməklik edəsiniz.